Hacı. Müdür de yay gəlib yana verib özünü bağlığa tərəfə dəniz qırağına. Gedək görə neyinir də suluyur ora bax. Ay müdür. Harada sana görə bilmirik səni. Ay qardaş imkan verməyəsiniz biz dincələk burada istirahət eləyək qardaş. Harda olacaq? Mən Türkistandan başqa mənim gedəsi yerim var. Sadəcə ay maşallah, ay maşallah. Qardaş. Sakitçiliyə. Burada var ha burada. Burada sakitçilikdən başqa heç nə hiss eləmirsən. Bir dənə bax su axırsa suyun səsini eşidirsən başqa heç nə. Qardaş. Nə çıxartmışıq Tehran? Aycan. Yenə də nə hoqqa verirsən? Bax bir dənə bax çək bir dənə nəsə çək bir dənə qardaşım bir dənə çək. Gözəl qardaş. 14 sot xüsusi mülkiyyət, paket qupça. Evi də sənə təqdim eləyəcəm, göstərəcəm. 14 sotun içində 12 sotu birbaşa xüsusi mülkiyyətdir. 2 sota da müdaxilə yoxdur. Üstündə də bu boyda ev paket qupçadır. İndi sənəti atacaqlar inşallah. Torpağın sənətinə baxmışam, təzə çıxarışı evdədir deyini. Atacaqlar inşallah baxacaq. Paket qupçadır qardaşım. Haradasa onlar bir 100 kvadratda evdir yəqin ki üstündə. Bir başqa sənət yoxdur. Bağlar məscid tərəfdə, Bağlar massivində deyək də, belə deyək. Dənizə yaxın, yola yaxın. Üstündə kommunallar, buna bax. Gözəlliyə bax sən canı. Kommunalları var. İşığı var. Quyu suyu gördüyünüz kimi var. İnternet var qardaş. Qazdakı yaxınlıqdadır. O da çətin bir şey deyil. 350 manatdır. Nədir? Dövlət rüsumudur. Ödəyirsən, çəksən. Mən bu uşaqlarıma sən Allah, Nəsir. Buna bax. Gözəlliyə bax. Çəkməyə bununla. Mələkdir bu, mələk. Fikir versən qardaş. Bu da qarabağımız var. Gözəl qardaş. Buranı alana, hədiyyə. Bu quşu da pay verəcəm üstündə Allahın köməyinlə. Neçəyə deyirik buranı qardaş? 96 min manata istat verirəm. Tək buranı nəzərinizə çatdırım ki, torpağı nə qədərdir Tehran? 12 sot mülkiyyət nə qədərdir burada? 12 sot təmiz mülkiyyət. Bəli. Bildim mi? Qiyməti nə qədərdir qardaş? Qiymətini qoy bu bilmədi, mən deyim. Sotu 6 mindir. Nə qədər eləyir 12 sotu? 72 min. 2 sotda əlavəsi var. Buranı vallahi billahi su qiymətinə çıxarmışıq. O axan su var idi, onun qiymətinə çıxarmışıq. Quyusu, işığı, qazı, interneti, hər bir şeyi yer olaraq da bildiyim bağlardır da, bağlar, cənnət. Səs burada, başın gəl otur, dincəlsin, sakitcə. Keçə zəhmət olmasa bir evi təqdim eləyək. Bağ o qədər qəşəkdir, heç ev yaddan çıxıb nəsə. Atırsan ikiyə, qoyursan üstə. Çəkirsən o evi gözəl göstərirsin. Gəl, Nəsir, gəl qardaşım. Bu evi kim çıxardıb? Müdür. Bu evi birbaşa müdür bu işə gələn kimi partladıb. Partlayan kimi eləyib buranı. Veqaban destilə Nəsir bura birbaşa. Gir bir dənə zəhmət olmuş çək. 80% işi evin qardaşım görülüb. İçəridə samuzel var, sanitar qovşağı var, hər bir şey.